Bilirəm, indi oturmusunuz telefonda yeməyə nəsə axtarırsınız. Deyirsiniz ki, ləzzətli, doyumlu, ən əsasdakı sərfəli bir set olsaydı gedib yeyərdik. Amma mən sizə onu artıq tapmışam. Bax, bu 4 nəfər setin içərisində nə desəniz, bol-habol var. Qəlyanaltısından tutmuş salatına qədər, isti yeməyindən tutmuş kababına qədər. Hamısı da bir-birindən ləzzətli. Baxın, bu 4 nəfərlik kabab setinin içərisində 2 növ isti yemək seçiminiz olacaq. Toyuq qovurması ilə pizza və saxsı qabın içərisində qapağı xəmirlə bərkidilmiş ləzzətli bir dopu yeməyi. Elə məhz bunun səbəbinə görə də yeməyin bütün buxarı içərisində qalır. Dana ətindən çoban qovurması. Çox ləzzətli yeməkdir. Əti də yumuşaq, pambıq kimi bişib. Bu setin adı ailə setidir. Ailənizlə, dostlarınızla gəlib burada möhtəşəm bir vaxt keçirdə bilərsiniz. Salatlardan təzə salat, vişnəli pomidor salatı, vinegret, paytaxt və mimoza salatı isə sizin seçiminiz olacaq. Soyuq qəlyanaltılardan acıkan, pendir, turşu asarçı, süzmə və göyərti. Kabablardan isə lülə kabab, tikə kababı, bəhbə, bastırma kabab, toyuq kababı və tərəvəz kababları. Kababların hər biri yumuşaq, pambıq kimi bişmişdilər. Kabablar o qədər doyumludur ki, isti yeməklərə nə yalan deyim, heç yerim qalmadı. Amma dadlarına əlbəttə ki, mütləq baxdım. Hər biri çox əla və ləzzətlidir. Məkanın ab-havası isə özünə məxsus gözəldir. Dolunay restoranında siz özəl günlərinizi, nişan, xına mərasimlər və istənilən banketlərinizi burada rahat şəkildə qeyd edə bilərsiniz. Məkanda müxtəlif böyüklükdə çox rahat kabinetlər də mövcuddur. Dediyim kimi ab-havası çox gözəldir. Banket menyularına isə xüsusi özəl olaraq çox sayda hədiyyələr var. Məkanda hər gün canlı musiqi də olur. Varovskidə çox rahat bir yerdə yerləşir.